Salam, xoş gördük MTV izləyiciləri. Bugünkü mövzumuz Qarabağ və Şərqi Zəngəzur ərazisində aparılan arxeoloji tədqiqatlardır. Qonağımız isə tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovdur. Pərviz müəllim, xoş gəlmisiniz. Artıq bir neçə ildir ki, işğaldan azad olunan ərazilərimizdə tikinti, quruculuq işləri gedir, həmçinin bərpa işləri aparılır. Bu torpaqlarda arxeoloji tədqiqatlar da prioritet məsələlərdən biridir və orada aktiv iştirak edən alimlərdən demək olar ki, birincisi sizsiniz. Hansı işlər görülür Qarabağda? Bir qədər əvvəldən başlamaq istəyirəm. 2020-ci ildə Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bizim şanlı ordumuz torpaqlarımızı düşmən işğalından təmizlədikdən sonra təqribən 2020-ci ilin dekabr aylarında bizim instituta müraciət olundu. Aidiyyatı olan dövlət təşkilatları tərəfindən ki, Azıq mağarasının yanında yerləşən bir yaşayış məntəqəsində, orada evlərin birinin zirzəmisində çox güman ki, sizə sahəyə aid olan deməli materiallar aşkar olunub. Bu materiallar nə idi? Vaxtı ilə Azıq mağarasında işğal dövründə qanunsuz, cinayətkarcasına deməli qazıntılar aparan beynəlxalq belə bir qrup həmin məntəqədəki evdə yaşayıb və həmin məntəqədəki evin zirzəmisində bir ambar kimi istifadə edirdi, tapıntıları ora yığırdı. Tapıntıların bir qismi Azərbaycandan işğal dövründə kənara çıxarılıb, qanunsuz olaraq, necə ki qanunsuz idi qazıntıların özü, onların bax bu cür sonra xaricdə apardığı analizlər də hamısı qanunsuzdur. Hətta onlar kitab da çap elətdirmişdilər və faktiki orada cinayətlərini özləri etiraf edirdilər ki, bəs biz işğal olunmuş ərazidə qanuni hökumətin icazəsi olmadan quldur bir qazıntısı aparmışıq. Və həmin o zirzəmidə olan materiallar onların çıxara bilmədiyi materiallardır. Və bu materiallar da hal-hazırda Amaya Arxeologiya və Antropologiya İnstitutunun deməli saxlanğıcında saxlanılır. Çox maraqlıdır. Onlar pul xərcləyiblər, əziyyət çəkiblər, bu cür tədqiqatlar aparıblar. Amma indiyə qədər səsləri çıxmır ki, biz o tapıntılar bizimdir və yaxud da ki, gəlin bir yerdə tədqiq eləyək. Çünki başa düşürlər ki, onlar törətdikləri bu cinayət idi. Yəni, ilk dəfə olaraq dekabrda bizim institutun mütəxəssisləri Azığa yaxın olan məntəqədə, yaşayış məntəqəsinə dəvət olundular və orada o erməni işğalçıları tərəfindən törədilmiş o cinayətin o maddi sübutları ilə tanış olub, onu gətirdilər bizim instituta. 2021-ci ilin mart ayında artıq yenidən aidiyyatlı dövlət orqanları müraciət elədi və Amaya Arxeologiya və Antropologiya İnstitutundan indi hal-hazırki institutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev başda olmaqla bir qrup arxeoloq işğalda olmuş ərazilərin baxış məqsədi ilə ora ezam olundular. Bu qrupun içərisində mən də vardım. Deməli, 2021-ci ilin mart ayının 10-da biz Ağdam şəhərində yerləşən İmarət kompleksinə baxış keçirtdik. Erməni işğalçılarının tərəfindən törədilən vandalizm və vəhşilik aktlarını sadəcə biz orada qeyd etdik. Bu Azərbaycanın tanınmış şairəsi deməli Natəvanın deməli bu heykəlinin dağıdılması, onun altındakı qəbrə olan deməli hücum cəhdləri və s. bunların hamısını biz orada qeyd elədik. Eyni zamanda da bütün şahidlərin necə deyərlər ifadələrinə görə və həmçinin bizim əlimizdə olan sənədlərə görə işğaldan öncə orada Qarabağ xanlarının tarixi qəbirstanlığı yerləşmişdi, nəsli qəbirstanlığı və o qəbirstanlıqdan faktiki əsər əlamət qalmamışdı. Yəni ki, belə baxanda adam heç inanmırdı ki, bura
vaxtında qəbirstanlıq olub. Digər tərəfdən də ki, türbələr, orada 5 türbə var idi. O türbələrdən də biri partladılmışdı, onun günbəzi. Qalan türbələrin ərazisi, deməli içərisi donuzçuluq ferması üçün istifadə olunmuşdu. Bu 2021-ci ilin mart ayında idi. Həmin bir neçə gün sonra da biz Şuşaya deməli ezam olunduq və Şuşada Azərbaycanın tanınmış şairi və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsini biz monitorinqini apardıq. Məqbərənin ətrafında tikilmiş Sovet İttifaqı vaxtı xüsusi qurğu tikilib. Bunlar hamısı dağıdılıb, satış məqsədi ilə ərazidən çıxarılmışdı. Amma məqbərənin özünə, yəni qəbrin özünə əl dəyilməmişdi. Məqbərə özü ziyan çəksə də, ancaq qəbrin özünə deməli əl dəyilməmişdi də. Buradakı bilirsiniz nə ilə ifadə olunur? Vaxtı ilə ümummilli lider Heydər Əliyev şəxsən görüşündə o işğalçı dövlətin həmin dövrdəki başçısı Levanter Petrosyan'a xüsusi olaraq çatdırmışdı ki, Molla Pənah Vaqifin qəbri Azərbaycan xalqı üçün müqəddəs və əhəmiyyətli bir simvoldur. Yəni onlar o Heydər Əliyevin necə deyərlər nüfuzundan çəkinərək, yəni ki, qəbrin özünə toxunmamışdı. Hansı çətinliklərlə rastlaşırsınız bu tədqiqatlar zamanı, ekspedisiyalar zamanı? Birinci çətinliklər ümumiyyətlə bizdə deməli 2022-ci ildən bizdə qazıntılar başladı. İndi soruşula bilər ki, 2021-ci ilin martında əgər biz iki kəşfiyyatda iştirak elədiksə və bundan sonra bizim arxeoloqlarımız Xocalı nekropolunda, indiki Xocalı şəhərinin kənarında, orada o Xocalı aeroportu ilə şəhər arasında olan ərazidə yerləşmiş tarixi nekropol var. Orada Tunc dövrünün də, İslam dövrünün də qəbirləri var idi, yerli Azərbaycanlı əhalinin. İndi məsələ bundadır ki, oranın da necə deyirlər monitorinqi aparılmışdı ki, bir neçə kurqan dağıdılmışdı. Qəbirlər ümumiyyətlə, müasir dövr qəbirlər ümumiyyətlə dağıdılmışdı. Digər bu orta əsrlər qəbirlərinin isə baxımsızlıq üzündən hamısı heç gözlə görünmürdü. İndi sual oluna bilər ki, niyə martla? Martda biz bu monitorinqi keçirtdik, lakin orada Qarabağda təqribən bir ildən sonra Üzərliktəpə, bu Ağdam şəhərinin yanında Orta Tunc dövrü məskənidir, orada tədqiqatlar başladı. Yəni bu bir il nəyə görə tədqiqatlar belə baş tutmadı? İlk növbədə ərazinin minalanmasına görə. İkinci bir məsələ, bu ərazilərimizi işğal etmiş bu düşmən ölkənin ordusu orada daşı daş üstündə qoymayıb. Yəni bütün infrastruktur dağıdılmışdı. Adicə su quyuları torpaqla doldurulub və yaxud ümumiyyətlə dağıdılmışdı. Yəni arxeoloji, nəinki arxeoloji tədqiqat aparmaq, yəni yalnız orada balaca bir hərbçilərimiz post qoyub durmaq üçün bir şərait də belə yox idi. İndi orada sözsüz ki, quruculuq işləri vüsət alıb. Bu da bizim gözümüzün qabağında baş verirdi. Aydan aya tanımaq olmurdu ərazini ki, orada o cür böyük bir quruculuq işləri gedir. 2022-ci ildə Üzərliktəpə Orta Tunc dövrü deməli yaşayış məskənində qazıntı işləri başladı. Bu abidədə Cənubi Qafqaz üzrə Orta Tunc dövrünə aid bütün yaşayış məskənlərindən həm öz sahəsinə görə, həm də maddi cəhətdən zənginliyinə görə birinci yerdə gəlir. Bunu hamı etiraf eləyir, bütün dünya alimləri. Sadəcə olaraq orada bir məsələ var ki, Sovet İttifaqı dövründə 50-ci illərdə oranı tədqiq elədilər 3 qazıntı mövsümünə. Ondan sonra isə o boyda abidə ta SSR dağılana qədər qətiyyən bizim arxeoloqları ora yaxın buraxmırdılar. Yəni SSR dövründə. Nəyə görə? Çünki belə bir abidənin
tədqiq olunması hələ Sovetlər dövründə də. Bu o deməkdir ki, Azərbaycan bütün dünyaya tanınır. Yəni ki, bura xarici arxeoloqların səfəri ola bilərdi və s. Sonra bu tədqiqatı aparan Azərbaycanlı arxeoloqlar olacaqdı. Onların adları çıxacaqdı beynəlxalq meydana. Ona görə bu Moskva tərəfindən bunun qarşısı alınmışdı. Rəsmi yasaq yox idi, amma qeyri-rəsmi deyirdilər ki, ayrı abidələr var, gedin orada çalışın. Yəni belə. İndi hal-hazırda orada arxeoloji tədqiqatlar, indi Amay Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevin rəhbərliyi ilə başladı. İndi hal-hazırda mənim rəhbərliyimlə orada arxeoloji tədqiqatlar davam edir. 2023-cü ildən isə biz İmarət kompleksində tədqiqatlara başladıq. Aydın məsələdir, indi İmarət kompleksinə siz səyahət etsəniz, görürsünüz ki, orada müasir tələblərə cavab verin. Orada böyük bir tarixi abidə, böyük bir kompleks yaradılıb. Cənnət məkan bir əraziyə çevrilib. Mədəniyyət kompleksidir. Bəli, mədəniyyət kompleksidir. Biz orada işlədik, sadəcə o işimizin əsas məqsədi erməni vandalları tərəfindən dağıdılmış qəbirlərin yerlərini müəyyən etmək idi. Biz o yerləri müəyyən etdik. Bundan sonra onların vandalizminin əyani sübutlarını aşkar elədik. Sındırılmış qəbir başdaşları və s. Bunlar indi də nümayiş olunur həmin qoruğda, İmarət kompleksi ərazisində. Paralel olaraq, deməli, Şahbulaq qalası və onun ətrafında tədqiqatlar aparılırdı. Burada mən, deməli, arxeoloqlar Natiq Alışovun, Təvəkkül Əliyevi qeyd etmək istəyirəm. Şahbulaq ətrafında ilk tədqiqatları başlayan. Bilirsiniz ki, işğal dövründə işğalçı ölkənin bəzi arxeoloqları qanunsuz olaraq orada qazıntı aparıb, güya burada Tiqranın şəhərini tapmışıq və s. belə bir uydurma bir məsələ ortaya atırıb dünyaya reklam eləmişdilər. Amma sonra özləri də etiraf elədilər, çünki ortaya çıxartmalı bir şey yoxdur ki. Oradakı aşkar olunmuş Alban kilsələridir, bu bir. İkincisi də ki, oradakı o Alban dövrü tikililəri o mifik Tiqranın dövrünün heç gedib çıxmır. Yəni ki, sonraki dövrün şəhərlidir. Yəni eramızdan əvvəl 2-ci əsrə aid deyil, ondan sonraki dövründür. Amma orada çox maraqlı bir şey də üzə çıxdı ki, onun üzərində Səlcuq dövrünün yaşayış məskəni olub. Özdəki çox varlı yaşayış məskəni olub. Çox maraqlıdır ki, ermənilər oranı qanunsuz qazandı. Oradan çıxan o təbəqəni çalışırdılar ki, ümumiyyətlə heç yada salmasınlar. Bir-iki şey göstərib, onun üstündən keçmişdilər. Yəni ki, elə bir həmin təbəqə heç ümumiyyətlə olmamışdı. Bu yeni onların təcrübəsi deyil. Məsələn, vaxtı ilə Philip Cole, Amerikalı tədqiqatçı öz bir əsərində qeyd etmişdi ki, Ermənistan ərazisində 1000 ilə yaxın İslam əhalisi yaşayıb, İslam sivilizasiyası olub. Amma indi biz arxeoloji qazıntılarında bir belə cümlə də ona rast gələ bilmirik ki, bu yaşayış məskənlərinin üstündə müsəlman qəbirləri olmalıdır, məscidlər olmalıdır. Və siz bunları qazırsınız, tutaq ki, bunlar çıxır. Bəs niyə elmi dövrəyə salmırsınız? Yəni, bu onların köhnə üsuludur, vəhşi üsuludur ki, Azərbaycanlı müsəlman əhalisinə aid olan qatı tamamilə silib çıxartmaq, ondan aşağıdakı Tunc dövrünə aid, antik dövrünə aid, bunu götürüb göstərmək ki, o 1000 illik orada 1000 ildən də çox olan bu müsəlman əhalinin İslam arxeologiyasına aid olan təbəqəni göstərməsin. Biz öz haqqımızı necə bərpa elədik? Birincisi, biz öz haqqımızı, Allah bizim şəhidlərimizə rəhmət eləsin, Allah o müharibədə iştirak etmiş bizim qazilərimizin can sağlığı versin. Birinci, biz bununla sübut elədik. Yəni ki, o dünya siyasətidir. Biz gördük ki, dünyada ikili standartlar var. Və burada nə qədər haqqını tələb edirsənsə, əgər haqqın arxasında güc durmayıbsa, heç vaxt onun səsi çıxmayacaq. Bu belə. İkinci bir məsələ ki, biz indi hal-hazırda orada
tədqiqat apardıqca sözsüz ki, o ermənilərin orada törətdiyi vandalizm bu bir. İkincisi də ki, onların arxeoloqlarının apardığı qanunsuz qazıntıların hamısı haqqında kitablar yazırıq, elmi hesabatlar veririk. Və bunlar da mərhələli şəkildə elmi dövriyyəyə daxil ediləcək və edilməkdədir də. Məsələn, AME Arxeologiya və Antropologiya İnstitutu artıq ötən ildən başlayaraq beynəlxalq tələblərə cavab verən ingilis dilli jurnal nəşr etməyə başlayıb, dövrü jurnal. Orada hələ ilk deməli nömrədə, ilk sayda mən misal kimi göstərim, Üzərliktəpədə aparılan qazıntılar barəsində məlumat verilir və sözsüz ki, orada erməni tarixçi və arxeoloqlardan və onlarla əlbir olan bəzi qərb arxeoloq və tarixçilərinin saxtalaşdırmaları barəsində məlumat da verilib ingilis dilində. Yəni bu DOI ilə, xüsusi indeksləşmə ilə identifikasiyanın, deməli, rəqəmsal identifikasiya nömrəsi olan bu məqalələr artıq internetdə durur və onlarla tanış olurlar da, oxuyurlar da. Fəzmən, üzr istəyirəm, siz yəni çox tez-tez, tutaq ki, Azərbaycan-İtaliya ekspedisiya qrupları ilə, Azərbaycan-Türkiyə ekspedisiya qrupları ilə də çalışmısınız. Bax, bu nə qazandırır, yəni arxeologiya elminə, hansı tədqiqatları hazırlaya bilirsiniz? SSR dağıldığı dövrdə, ümumiyyətlə SSR hardasa son 10-15 ildə SSR dövründə bir çox elm sahələrində geri qaldığı kimi arxeologiya sahəsində də artıq geri qalmışdı. Yəni inkişaf etmiş ölkələrdə artıq tədqiqat metodu da, tədqiqatın nəzəriyyəsi də dəyişmişdi və s. Və sonradan postsovet məkanında artıq belə desək də müəyyən səbəblərə görə müxtəlif elm sahələri zəifləmişdi, o cümlədən də arxeologiya. Buna etiraf eləməliyik. Yəni köhnə nəsil deməli indi fiziki vəziyyətinə görə elm sahəsini tərk eləyirdi. Yeni nəsil də gəlmirdi. Bu nəsillər arasında bəli qırıqlıq yaranırdı. Amma bax bu xarici əcnəbi arxeoloqların gəlişi, qazıntılarla müştərək qazıntıların aparılması və xüsusilə Bakı, Tbilisi, Ceyhan boru xəttinin çəkilməsi bu Azərbaycanda arxeologiyanın ikinci elə bir ki dirçəlişi oldu və burada sözsüz ki çıxan aşkar olunan materiallar, aşkar olunan mədəni təbəqələr və s. bu haqda elmi məqalələr yazılmağa başladı, dünyada çap olunmağa başladı, yayılmağa başladı və bu da əcnəbi arxeoloqları elə bir ki, bir tərəfdən dəvəti üçün bir əsas oldu, bura gəlməsi üçün. Onlar da yeni texnologiyalarla, yeni metodlarla gəlib bizi burada bölüşürdülər. Bizim bu gənc arxeoloqlarımızla və s. Və artıq biz görürdük ki, onların əlində müxtəlif laborator analizlər aparmaq imkanları da var və s. Bütün bunlar bir tərəfdən Azərbaycanda arxeologiyanın inkişafı üçün şərait yaratdı. İkinci tərəfdən Azərbaycanda yeni arxeoloq nəslinin qabaqcıl arxeoloji tədqiqat texnologiyası ilə tanış olması üçün bir şərait idi. Bizdə həmin o beynəlxalq qarşı tərəf olan arxeoloji qruplarla hətta müqavilələr vardı, onların gələcəyi və indi də var ki, biz gənclərimizi göndərirdik, onlar orada deməli ustad dərsləri keçirdilər və s. Bu Azərbaycan arxeologiyasının yaşaması və inkişafı üçün bir amillərdən biridir. Əsas amil o idi ki, Respublikada sabitliyi qurulmuşdu, xüsusilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra. Və bu sabitliyin içərisində onun ilə apardığı siyasət nəticəsində bu Bakı, Ceyhan və Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsi. Burada nəinki neft sənayesi və yaxud da dövlət büdcəsinin
gəlirlər götürməsinə nəticəsində eyni zamanda bir sıra elm sahələrinə, o cümlədən arxeologiyanın inkişafı üçün şərait yaratdı. Və bu yaranmış necə imkanlar içərisində məhz o xarici alimlərlə ünsiyyət bizim üçün maraqlı idi. Bu bizim üçün böyük şanslar yaradırdı, şanslar açmışdı. Mən bir məsələni deyim ki, yaxşı bir bizim deməli misalımız çəkirlər ki, əgər tapıntı zamanı əldə olunmuş material istəyir adici keramika fraqmenti olsun, istəyir nəsə möhtəşəm bir muzey yerləşdirməli olan bir tapıntı olsun, fərqi yoxdur. Bunların xaricdə tanınması Azərbaycanın tanınması deməkdir ki, birincisi belə bir dövlət var, birincisi belə bir dövlətin bu cür qədim mədəniyyəti var, ikincisi də ki, müasir Azərbaycan xalqı o qədər mədənidir ki, öz tarixini tədqiq eləyir. Bu faktiki hələ o deməkdir ki, yəni bəşər tarixini biz öyrənirik. Yəni bu təkcə milli sərhədlərlə, milli çərçivə ilə sərhədlənmir, ondan da kənara çıxır. Sözsüz ki, burada strateji məsələ də var ki, bizə qarşı olan iddialar hər sahə üzrə bunun qarşısı alınır. Bax, bu beynəlxalq əməkdaşlıq nəticəsində və elmin inkişafı nəticəsində. Bir məsələni də deyim, mən çünki adları çəkməliyəm burada. Bizim arxeoloqlarımızın böyük əməkləri oldu. Məsələn, Zəngilan ərazisində, Şərqi Zəngəzur ərazisində Şəhri Zərifan deyilən yer var. Orada böyük bir abidənin, İslam dövrü abidəsinin qalıqları var idi. İndi orada tədqiqat aparır. Orada deməli Tarix Dostev tədqiqat aparıb, Arif Məmmədov, hər ikisi də bizim professorlarımızdır. Bundan sonra Xocalı dediyim yerdə, nekropolunda deməli Şamil Nəcəfovun ekspedisiyasını göstərmək olar. Bundan sonra həmin o Şahbulaq ərazisində Talih Əliyevin apardığı ekspedisiyada Təvəkkül Əliyevlə birlikdə, sonra digərlərinə Füzuli ərazisində nəhəng deməli ölçüsünə görə 7 təpə kurqanları, orada deməli institutumuzun deməli elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Zaur Həsənovun apardığı qazıntılar, bunların hamısını, sonra müxtəlif dövr təbəqəyə malik olan bir abidə də var. Orada da bizim institutun deməli tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərov tədqiqat aparır Çınartəpə. Pərviz müəllim, hazırda akademiyada rəqəmsallaşma, yeni texnologiyalar inkişaf eləyir, böyük sürətlə özdə. Yəni ki, sizin institutda vəziyyət necədir? Yəni siz bu tədqiqatlarınızı rəqəmsallaşdıra bilirsinizmi? Burada bir çox istiqamətdə işlər gedir. Yəni birincisi, ən başlıcası bizim əlimizdə olan o yazılı materialdır. Yəni bu institutun əsası qoyulandan burada toplanmış 20-ci əsrdə aparılmış arxeoloji qazıntıların materiallarıdır. Onlar indi kağız üzərində həkk olunmuşdu. İndi onlar hamısı mərhələ ilə elektron məkana keçirilir də belə. Müxtəlif deməli format şəklində. Bu sözsüz ki, gələcəkdə bu iş bitdikdən sonra bu bizim işimizi çox asanlaşdıracaq. Çünki tutaq ki, hər hansı bir tapıntı əldə olunanda gedib bu cildlərlə deməli arxivləri axtarmaq yerinə, bura vaxt itirmək yerinə o kompüter arxasında həmin o tapıntının parametrlərini orada daxil edib və orada analoji Azərbaycan ərazisində tapılan deməli analoqlar üzəri deməli onu əldə edə bilərik. Bu birinci material. Yəni sənədlər və hesabatların rəqəmsallaşması. Sözsüz ki, ikinci bizdə istiqamət apardığımız arxeoloji tədqiqatların rəqəmsallaşmasıdır. Yəni
elə cihazlar var idi ki, biz onları o əcnəbi ekspedisiyalarla bir yerdə müştərək beynəlxalq ekspedisiyada vardı, çalışdıqda o əcnəbi arxeoloqlar da biz onu görürdük. Olduqca çox bahalı, qiymətli cihazlar idi. Amma indi o qədər rəqəmsal o məkan inkişaf eləyib ki, eyni funksiyanı daşıyan, amma qiymətcə bir qədər ucuz olan cihazlar ortaya çıxır. Məsələn üçün, bizim ilk dəfə lidarla tanış olanda, yəni ki, o xüsusi deməli cihazdır. Onun müxtəlif istiqamətli istifadəsi var. Hətta deməli skaner edib onun hər hansı bir əşyanın 3D modelini də yaratmaq üçün ondan istifadə edirlər. O əsas o skaner etməyin vasitəsilə. İndi adicə planşetlərə xüsusi proqramlar yazılır, amma bu adi planşet 4-də bir qədər fərqlidir o funksiyasına görə. Yəni, bizim bu yaxınlarda Türkiyə mütəxəssisləri ilə bağladığımız deməli bizim müqaviləyə görə onlar Azərbaycanda deməli təmənnasız seminarlar keçdilər və qərara alındı ki, bundan sonra yeni texnoloji vasitələrin məhz qazıntı sahəsində istifadəsində onlar bizə öz yardımını edəcəklər. Yenə də təmənnasızdır. Yəni gənc kadrların bu texnologiyalara yiyələnməsini təmin edəcəklər. Burada da bir neçə proqramlar var. O cümlədə modelləşdirmə proqramı. Bundan sonra qazıntı ərazisinin topoqrafik xəritəsinin çıxarılması, bu kvadrokopterlər vasitəsilə və s. Yəni bir neçə istiqamətdə gedir. Digər bir istiqamət, yenə deyirəm, yəni istiqamətlər hamısı çoxdur bu rəqəmsallaşdırma sahəsində. Əldə toplanmış material, rəqəmsallaşdırılmış sənəd materialının süni intellekt vasitəsilə analiz edilməsi. Biz hələ bu işə yenicə başlayırıq. Yəni ki, tutaq ki, süni intellektin hər hansı bir botunu biz öz yığdığımız reprezentariya deyirik. Yəni ki, elektron sənədlər fonduna inteqrasiya edirik və artıq biz hər hansı bir tutaq ki, sorğu verdikdə hansısa ekspedisiya barəsində və yaxud da o ekspedisiyada tapılmış tapıntılar barəsində, tutaq ki, hansısa dövrə aid olan neçənci illərdə aparılmış, bu görürsünüz, hamısı asanlaşdırır işləri. O süni intellekt vasitəsilə bütün o materiallar çox qısa müddətdə analiz olunur və nəticəsi qoyulur. Yəni, bu istiqamətdə biz necə deyərlər, çabalarımızı artırırıq ki, nəyəsə bir nail olaq. Digər məsələ sözsüz ki, bu 3D qazıntı sahəsinin də tapılmış, tutaq ki, məqbərədir, kurqanaltı dəfindir və s. onun 3D modelinin yaradılması və s. Yəni, olduqca bu rəqəmsal məkan bizim üçün qarşımızda böyük imkanlar açır. İşin məhsuldarlığının yüksəldilməsi və işin sürətləndirilməsi üçün. Digər bir məsələ də sözsüz ki, bizim elmi potensialın beynəlxalq rəqəmsal sistemdə əks olunmasıdır. İndi dünyada get-gedə o arxeologiya elmidir, tarix elmidir, dilçilik elmidir. Burada pozitivist mövqe güclənir. Yəni ki, ilk növbədə faktla əsaslanmaq. Bir də var ki, primordialist mövqe, bu 19-cu əsrdən gələndir. Nəyisə sübut eləmək üçün fakt olmayanda ancaq ehtimallar irəli sürülür. Və ən pis cəhəti odur ki, bəzən bu ehtimalları sübut olunmuş fakt kimi artıq ortaya qoyurlar. Yəni, bu sənə müraciət etmiş əcnəbi alimin məhz hansı mövqedə olması vacibdir, onu müəyyən etmək. Başa düşürsünüz? Yəni ki, biz öz təcrübəmizdə bunu görmüşük.
Yəni bu hansı mövqedədir? Bu əgər gəlib bizlə bir çalışsa, sonra getsə orada yenə də o nağılvari ehtimalları və s. dəstəkləsə və s. və ilaxır sözsüz ki, bu yaxşı haldır. Amma o sırf obyektiv alimdirsə, sırf necə deyərlər, pozitivist mövqeyidədirsə, yəni hər hansı bir fikrin irəli sürülməsi üçün sırf fakta əsaslanır. Dolayı fikirlərə və s. yox. Çünki dolayı fikirlərin kökündə ayrı motivlər də dura bilər, siyasi motivlər, emosional motivlər dura bilər. Amma burada fakt məsələsidir. Yəni bunlarla əmək. Arxeologiya ümumiyyətlə sahəsi belədir ki, burada yalnız faktlarla olur. İndi kimsə arxeoloji materialı götürüb necəsə ona rəng verirsə, hər hansı bir tərəfdən, bu artıq ehtimaldır. Amma çalışmaq lazımdır ki, sırf faktdan çıxış etmək. Özdə ki, biz sözsüz ki, faktiki materialla işləyirik, yəni ki, tapıntılarla. Azad olunmuş ərazilərimizdə arxeoloji tədqiqatlar apararkən ilk dövrdə belə bir problem üzə çıxdı ki, müvafiq dövlət orqanları bizə müraciət edərək bildirirdilər ki, həmin ərazilərdə tutaq ki, müəyyən məkanda abadlıq işləri aparılarkən və yaxud da əsirlikdə olmuş vətəndaşlarımızın şahid ifadələri ilə əlaqədar aparılmış qazıntılar zamanı insan qalıqları aşkar edilirdi və çox güman ki, bunlar əsir və yaxud itkin düşmüş bizim soydaşlarımızın qalıqlarıdır. Onlar isə arxeoloqlar tərəfindən, professional arxeoloqlar tərəfindən həmin o insan qalıqları, necə deyərlər, aşkar olunmalıdır, üzə çıxarılmalıdır. Yəni, belə bir problemlər ortaya çıxırdı. Sadəcə olaraq arxeoloji ekspedisiya zamanı belə bir problemlərin ortaya çıxması müəyyən, necə deyirlər, çətinliklər yaradırdı. Və nəhayət AMEA rəhbərliyinin özünün təşəbbüsü ilə və təklifi ilə müvafiq dövlət orqanlarının qarşısında qaldırdığı məsələ ilə əlaqədar olaraq institutumuzda məhkəmə arxeologiyası şöbəsi yaradıldı. Arxeoloq Akif Quliyevin rəhbərliyi altında. Bu şöbə, ümumiyyətlə, məhkəmə arxeologiyası dünyada geniş yayılmış bir təcrübədir. Əsasən ərazisində müharibələr olmuş və yaxud da soyqırımlar aparılmış dövlətlərdə bu mövcuddur. Və beləliklə də müvafiq dövlət orqanları ilə bir yerdə bizim institutun əməkdaşları əsir və itkin düşmüş soydaşlarımızın müəyyən edilməsi işində yaxından iştirak edirlər. Bir neçə ölkələrdə elmi konferanslarda çıxış edib, kütləvi məzarlıqların aşkar edilməsini üzə çıxarıblar. Məhkəmə arxeologiyası sahəsi üzrə olan konferansda. Onu da qeyd edim ki, məhz məhkəmə arxeologiyası şöbəsinin yaradılmasında ilk növbədə AMEA-nın prezidenti akademik İsa müəllim Həbibəylinin böyük rolu var. Bunu qeyd etmək lazımdır. Fəriz müəllim, çox sağ olun. Təşəkkür edirik sizə. Gərgin iş rejimindən vaxt tapıb gəldiniz verilişimizə. Təşəkkür edirik. Uğurlar arzulayırıq sizə.